İlk önce neyləyək? Belə gördük ki, nitq gecikməsin deyə deməli eləmək olmazları gördük. Yəni bunda bir daha da mən elə vurğulayım ki, bu birinci ekran. Ekran olmamalıdır. Başqa Avropa ölkələri, Amerika ekranın olmamasını 3 yaşa qədər göstərir ki, 3 yaşa qədər ekran qadağandır. Bu müxtəlif, yəni televizor ola bilər, bu telefon ola bilər, bu planşetlər ola bilər. Olmasın. Yalnız təbii kontakt. İnsan-insan kontaktı. Heç bir süni kontakt olmamalıdır. Yəni, ola bilər ki, siz nəsə hazırlayırsınız mətbəxdə və bu vaxtı uşaq ağlayır deyə ona qısa müddətli 5 dəqiqə ilə heç nə olmaz, 10 dəqiqə ilə heç nə olmaz, bir televizoru yandırdınız, deyək ki, orada mahnı gedir və ya reklam. Bu, onun psixikasına çox pis mənfi təsir göstərir. Olmaz. Ekranı heç olmasa, yəni bacara bildiyiniz qədər gec verin. 1 yaş yarımına qədər heç olmasa yuvadın. Düzdür, evdə, elə bizim də evdə, yəni ki, televizor işləyir, baxılır. Amma mən çalışıram ki, körpəm həmin vaxtı oyun oynasın. Mənlə və yaxud da qardaşı ilə, atası ilə, yəni televizor işləyə bilər. O səsləri də körpə eşitməlidir, alışmalıdır. Amma bu vaxtı körpəni diqqətsiz qoymuruq. Yəni, onunla söhbət edirik, onunla oynuyoruq. Ola bilər televizorda həmin vaxtda nəsə gedir və körpəyə onu da göstərə bilərik ki, bax, burada ayıdır, ya burada nəsə, həmin vaxtda nəsə gedirsə, olar. Belə şeylər olar. Əsas odur ki, tək-bətək qoymayasınız ekran qarşısında körpəni. Bu, onun birbaşa susmasına dəlalətdir. Yəni. İkinci çox səsli oyuncaqlar, çox səsli və işıqlı oyuncaqlar. Bu, körpə ola bilər ki, vaxtında danışsın, amma nitq dağınıqlığı 100%-dir. Yəni, bundan qaçılmaq olmayacaq. Körpənin artıq onu ali mərhələ formalaşan zaman siz bu interaktiv oyuncaqları ona verib, onun beynində prosesləri tezləşdirirsiniz. Nə mənada? Yəni ki, fikir dağınıqlığı yaranır. Sonra birinci, ikinci sinifə gedəndə siz şikayət edə bilərsiniz ki, körpə müəllimə deyir ki, fikri dağınıqdır. Dərsdə hətta indi çox elə dəbdədir ki, hiperaktivdir. Yəni, bunu çox istədirlər. Əslində, bu hiperaktiv elə belə müəllimə, sadəcə müəllimə tərəfindən qoyulan diaqnoz deyildir. Buna bir çox mütəxəssis baxıb qərar verməlidir. Bu hiperaktivlikdir, yoxsa yox. Müəllimə körpədə, yəni uşaqda fikir dağınıqlığı 100% valideynə deyə bilər. Yəni, fikir dağınıqdır. Sonraki vaksinlər. Vaksinlərə mən əleyhinə deyiləm, vaksinlər lazımdır. Amma əgər siz körpənizdə hər hansısa bir gecikmə görürsünüzsə, artıq məsələn, körpə deyək ki, çevrilməli idi 3 ayında, hələ 6 ayında siz bunu müşahidə etmirsinizsə, hələ də çevrilmir sağa, sola, qarın üstə, bel üstə, iməynəmə söhbəti ümumiyyətlə yoxdursa, çevrilmə yoxdursa, iməynəmə hardan olsun, vaksinlara yuvadın. Yuvadın və pediatrla, nevropatoloqla məsləhətləşin. Bəlkə səbəb başqadır. Bəlkə ola bilər ki, siz körpənizi döşəmədə az saxlayırsınız. Məsələn, 3 ay tamam oldu körpə, artıq döşəməyə keçmə vaxtıdır. Yəni, çarpayıda, divanda körpənin yaşaması lazım deyildir. Yuxudan ayıldı, pol döşəməyə qoyursunuz. Döşəmə üçün indi çox gözəl, körpə üçün çox gözəl, yəni hər nə var indi bu dəqiqə. Hətta əgər yoxdursa belə bir şey, prosta ədyal sərib körpəni o ədyalın üstündə qoya bilərsiniz. Orada vaxtın keçirsin, oynasın oyuncaqları ilə, fırlansın. Yəni, fırlanması üçün, uşağın dönməsi üçün sərt yer olmalıdır. Yəni, çarpayda və divan üstündə bu uşaq bunu edə bilmir.
Ona göre de 3 ay tamam olmuş uşağın. Hem de bu təhlükəsizlikdir. Ola bilər çarpayıda fırlansın və birbaşa yerə düşsün. Bu təhlükəsizliyin, yəni təhlükəsizlikdir. Yerdə uşağın olmağı bu təhlükəsizlikdir. Ona görə də yerdə qoyuruq, amma yenə də nəzarət altında. Belə. Yəni buna fikir veririk. Sonra ağlayan kimi dərhal yaxınlaşmırıq. Qoy biraz ağlasın. Çünki körpə səslərlə tanış olmalıdır. Öz çıxartdığı səslərlə də. Körpə sakitlikdə qalıb öz səsinə qulaq asmalıdır. Ola bilər əvvəl ağlasın, sizi çağırır, sanki tək qalmaq istəmir, amma sonra sanki bu ağlamaq səsini dinləyir və sonra bu ağlama keçir, aqu, ququ, xa, belə səslərə keçir. Yəni buna imkan yaradın. Mən demirəm, daha 10 dəqiqə, 15 dəqiqə körpə ağlasın, siz yaxınlaşmayın. Yox, bu sinir sisteminə ziyandır. Əksinə, yəni 2 dəqiqə ağladı, 3 dəqiqə ağladı, heç nə olmaz. Biraz ağlasın, öz səsinə, yəni gülmələri, qığıldamaları, bunun körpə özü, sanki öz səsini dinləyir. Və bu da çox gözəl bir şeydir. Hətta belə bir metod var, körpə qığıldamırsa, yəni buna bir logopedin kitabında oxumuşdum. Qığıldamırsa deyir ki, ona diktafona yazırsınız başqa bir uşağın səsini və uşaq telefonu görməmək şərti ilə, bu yəni diktafonu görməmək şərti ilə qulağının yaxınlığında qoyursunuz. Yəni bu ola bilər 15 sm yaxınlığında qoyursunuz və zəif xodda qoyub yəni körpə o səsi dinləyir. Dinləyəndən sonra siz müşahidə edəcəksiniz ki, körpə başlayıb o səsləri çıxartmağa. Yəni, mən də dənəmişəm, doğrudan da düzdür. Bu metod işə yarayır. Belə, çünki körpələr balaca meymundur sanki. Nə edirsə, onu təkrar edilməyə çox həvəslidirlər, çox. Ona görə də mimikalarla danışırıq, bacardığımız qədər mimikalarla danışırıq, bacardığımız qədər səs tonlarımızı dəyişirik. Məsələn, ayı gəlir, hardan gəlir, elə bir səslərlə, möhkəm bir səslərlə, şir, belə üzümüzü də, yəni üz cizgilərimizi də dəyişirik, səsimizi də dəyişirik. Dovşan, 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 elə bir səslər çıxarda. Yəni həm səsimizi, həm emosiyalarımızı, həm cizgilərimizi dəyişirik ki, körpə başa düşsün. Yenə də deyirəm, emosional kontakt hər şeyin sonraki inkişafın, uğurlu inkişafın addımlarıdır, yəni gedən yoldur. Emosional kontakt mütləq olmalıdır. Çox ağlatmırıq, bunu bayaq vurğuladım və əmciklərdən, soskalardan çox istifadə eləmirik. Onların xeyri də var. Bu barədə ümumiyyətlə istəyirəm mən ayrı bir video hazırlayım. Yəni onların xeyri də var, amma ziyanı da var. Yəni bizim köməyimizə, dadımıza çatır. Yəni körpə ağladığı zaman biz bu əmcikləri ona təklif edirik. Yatdığı zaman istifadə etmək olar, sakitləşdirici kimi çox yaxşı kömək edir bizə. Yəni hələ yeməyə hazır deyil, çox uşaq kapriz edir, həmin vaxtı vermək olar. Həm poliklinikaya getmişik, başqa çox uşaqlar ağlayır, uşaqlar qatılır bir-birinə. Biz həmin vaxtı körpəni sakit eləmək üçün verə bilərik. Amma bütün günü soska ağzında, əmcik ağzında körpə olmamalıdır. Bu da susmağına birbaşa dəlalətdir. Yəni, ana üçün, deyək ki, valideyn üçün əlverişli bir şeydir. Verdim soskanı, körpə susdu. Susdu, amma susdu. Sonra da 1 yaşında onun nəsə söz deməsini gözləməyin. Hətta 2 yaşına kimi də ola bilər. Elə uşaqlar 3 yaşına kimi soska ağzında və onu çıxartmaq istəmir. Heç kəslə də danışıb kontakta girmək arzusu, niyyəti, istəyi yoxdur. Başqa bir problemi yoxdur, yəni heç bir diaqnozu da yoxdur. Sadəcə özünü belə sakitləşdirir. Belə yaxşıdır, belə rahatdır onu. Ona görə də soskanı vaxtında almaq lazımdır. Amerika alimləri məsləhət görürlər ki, 6 ayda artıq soskanı yığışdırmaq lazımdır. Amma bu bizə görə deyil. Biz bunu bacarmalıyıq. Biraz çətindir. Amma yuvatdıqca da sonra da gec olur. Niyə? Çünki soska həm ağız aparatında, yəni bu çənə sisteminin, dişlərin sonradan formalaşmasında bir qüsur yarada bilər. Danışıq sistemində,
təəssür yarada bilər. Yəni sonra və susması, körpənin susması. Amma soskanın müsbət cəhətləri də vardır. Yəni bir çox logopedlər, eyni ilə mən də, yəni soska olmalıdır. Çünki o bəzi səslərin formalaşmasında bizə kömək edir bəzən. Ona görə də heç olmasını demirəm. Sadəcə qədərində istifadə edilməlidir. Bu olmazlar idi. İndi baxaq görək bəs vaxtında danışmaq üçün nə etməliyik? İndi gəlin buna baxaq.